Kəlbəcərin möhtəşəm təbiətinin qoynunda keçirilən Kəlbəcər Bal Festivalı 2025-də salamlayırıq. Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi bu möhtəşəm festival ümid edirik ki, ənənəvi bir hal alacaq. Dəyərli izləyicilərimiz, 1-ci Bal Festivalında nələr baş verir? İzləməyə davam edin, şahid olacaqsınız. Getdik. Sabir Bey, xoş gördüm sizi. Necədir təəssüratlarınız? Əla, nəhayət ki, Kəlbəcərdə bal festivalımız baş tutdu. Bunu bu ölkə başçısının arıçılığa, kənd təsərrüfatının mühüm sahəsi olan arıçılığa diqqətinin nəticəsidir. Bu gün burada bal festivalı keçirmək. İnanırıq ki, gələcəkdə Kəlbəcərdə arıçılıq ən müasir bir formada inkişaf edəcək. Festivalın ən maraqlı, ən gözəl göşələrindən birində dayanmışam. Hazırda dayandığım stenddə gördüyünüz kimi maraqlı bir konsept yaradılıb. Samanlarla çox gözəl görsənir və digər maraqlı stendlərimiz də var. Bir-bir gəzərək onları da sizə təqdim edəcəm. Çox gözəl təəssüratlarımız var. Qəbələ rayonundan gəlmişik. Azərbaycanımızın incisi gözəl Qarabağımızda olmaqdan məmnunluq duyuruq. Hər kəsə uğurlar arzu edirəm. Belə tədbirlərin keçirilməsi biz gənc arıçılara böyük bir stimuldur. Mənim təəssüratlarım burada çox belə maraqlı və genişdir. Bugün belə bir gözəl tədbir təşkil ediblər. Çox sağ olun deyirəm ki, bu tədbirin özü, mən belə deyərdim ki, Azərbaycan arıçılığının inkişafı üçün bir daha dəstəkdir. Bu festivalda əlbəttə ki, uşaqlarımızı da unutmamışıq. Hazırda dayandığım stend uşaqların əylənməsi üçün hazırlanan əyləncə zonasıdır. Burada həm onlara face-art olunur, elə hazırda canlı görə bilərsiniz. Burada uşaqların oynamağı üçün maraqlı oyunlar var. Digər tərəfdə isə maraqlı puflar var uşaqların əylənməsi və oturması üçün, istirahət eləməsi üçün. Belə göstərim. Burada da oynayıb yorulan uşaqlarımız burada oturub istirahət eləyə bilərlər. İllərlə həsrətində qaldığımız bir yerdə torpaqlardayıq. Təşkilatçılıqdan çox razıyıq. Həqiqi bu dağın başında bu qısa müddətdə belə yüksək səviyyədə təşkil olunması özü böyük bir hünərdir. Bizim rəhmətli bir müəllimimiz var idi, mütəllim müəllim. Həmişə deyərdi ki, görülən işdən gül ətri gəlir. Həqiqətən də bugünkü bax buradan gül ətri gəlir. Bugün Kəlbəcərdə bal festivalında iştirak edirik. Burada bizim Qəbələ rayonundan arı məhsullarımız, bal və digər arı məhsullarımızı nümayiş etdirmək üçün gəlmişik. Hər şey çox gözəldir, təşəkkür edirəm. Həqiqətən də gözəl bir festivaldır, bu həm gözəl bir bayramdır. Mən bütün arıçılarımızı bu bayram münasibətilə təbrik edirəm, arzu edirəm ki, davamlı olsun. Burada isə elə Kəlbəcərin özündən olan Kəlbəcər arıçı fermerlərimiz də var. Bu gördükləriniz hamısı Kəlbəcər istehsalıdır. Onların öz zəhmətlərinin bəhrəsidir. Xoş gəlmisiniz. Öz torpaqlarında öz məhsullarını nümayiş elətdirirlər. Elə bizim də qablaşdırmamıza dəstək olduğumuz Ballıca balı da var burada. Bir-birindən gözəl, təbii, keyfiyyətli balları, məhsulları bu festivalda görə bilərsiniz.
Arıların istifadəsi üçün müxtəlif avadanlıqlar var və hazırda biz o avadanlıqların olduğu stenddəyik. Burada bal süzmə aparatları var. Ondan əlavə burada bu arıları dərmanlamaq üçün istifadə olunur bu aparat. Heç bir kimyəvi maddədən istifadə edilmədən təbii şəkildə dərmanlamaq üçün, təbii turşularla dərmanlamaq üçün istifadə olunan aparatdır. Mənim ən çox diqqətimi çəkən bu aparatdır. Ümumiyyətlə bu aparat apiterapiya adlanır. Bu bir çox xəstəliklərdə istifadə olunur və həqiqətən də faydası görülür. İçində elə canlı arılardır və arının havasını, bunu taxaraq arının havasını udursunuz və bu çox faydalı bir şey hesab olunur, aparat hesab olunur, apiterapiya. Tərəzidir. Bu nə üçün istifadə olunur, necə istifadə olunur? Arı keşiklərinin, arı pətəklərinin altında yerləşdirilir və anında məlumat toplamaq üçün uzaq bir məsafədə yerləşdirilir halda orada saat çəki haqqında məlumatlar alırsan, temperatur, çəki. Yəni siz bunu qoyursunuz bir bölgəyə, özünüz evdən bunu idarə edirsiniz. Bəli, Çox rahat. Müxtəlif bölgələrə yerləşdirilir. Nektar axınında anındaca hərəkət olunur. Bu festivalda həqiqətən çox maraqlı və çox fərqli stendlər var və biz nə edirik? Biz isə davam edirik. Sevimli qonaqlarımız da var, şirin maskotlarımız da var. Elə arı geyimində onlar bizi, iştirakçılarımızı, qonaqlarımızı, Kəlbəcər sakinlərini qarşılayırlar, salamlayırlar və xatirə şəkillər çəkdirirlər. Əl eləyə bilərik. Bura isə festival iştirakçılarının, qonaqlarımızın ən sevdiyi və ruhlarının musiqi ilə qidalanacağı yerdir. Elə hazırda da yanımda əməkdar artistimiz bizim Babək Niftəliyev və onun oğlu var. Birazdan səhnəyə çıxacaq və Kəlbəcərlərə möhtəşəm musiqi şöləni yaşadacaq. Xoş gördüm sizi. Necədir təəssüratlar? Çox sağ olun, təşəkkür edirəm. Bugünkü gündə ilk dəfə olaraq Kəlbəcərimizdə gözəl bir diyarda bal festivalı baş tutacaq inşallah. Cənab nazirimiz tərəfindən inşallah açılış olacaq. Kənd təsərrüfatına xüsusi təşəkkürümü bildirirəm. Aqrar tədarük və təchizat təşəkkürümü bildirirəm hər kəsə. Övladım Mehdi Niftəliyev inşallah bu günlərim səhnəmizdə yer alacaqdır. Mehdi bəy, xoş gördüm. Necəsiz? Yaxşıyam, sağ olasınız. Çox həyəcanlıyam. İnşallah mən də səhnəyə çıxacağam, Sarı Gəlini oxuyacağam. Bəs səhnədən əvvəl bizim üçün bir balaca oxuya bilirik? Anadır arzulara hər zaman Qarabağ, danışan dil dodağım tar kaman Qarabağ, Qarabağ can Qarabağ ana yurdum, Qarabağ can Qarabağ ana yurdum. İzləyicilərimiz, Kəlbəcərdə keçirilən Kəlbəcər Bal Festivalı 2025-də nələr var, bizi nələr gözləyirdi, stendləri sizə göstərdim. Ümumiyyətlə festivalın ab-havasını sizə ötürməyə çalışdım və istəyərdim elə Nülfər xanım da bir-iki cümlə ilə bizə desin, necədir təəssüratları? Festivalda nələr baş verir? Təəssüratlarımız möhtəşəmdir. Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq ilk dəfə Qarabağımızda, göz bəbəyimizdə belə möhtəşəm bir festivala yığışdıq. İstəyirik, arzuluyuruq və inanırıq ki, ənənəvi hal alacaq. Bizi izləməyə davam edin. Bəs siz festival haqqında nələr düşünürsünüz? Şərhlərdə yazmağı unutmayın. Mütləq rəylərinizi oxuyacağıq. Bizdən bu günü bu qədər. Hələlik.